2025-in sonuna gəldiyimizə görə ilin qaliblərini seçə bilərik. Bu dəfə sizə özəl əllərimizlə hədiyyələr hazırladıq. İndi yox, çəkiliş. İlk olaraq gedirik Əliş Əliyevin hədiyyəsini verməyə. O ilin ən uzun müddətli gediş edənidir. İl ərzində düz 390 saat gediş eləyib. Çox sağ olun, apar. Yeni ilinizi təbrik edirəm ürəkdən. İnşallah böyüyəsiniz, genişlənəsiniz. Təbrik edirəm hamısını. Çox sağ olun. Maraqlı təcrübə idi. Demək olar bir ildir aparı istifadə edirəm. Daima gediş-gəlişlərimi aparla eləyirəm. Həm psixoloji olaraq rahat hiss eləyirəm. Çünki probkasız, tıxacsız yollarla hərəkət eləyirəm. Həm də ki, zaman cəhətdən çox qənaət eləmişəm. Aparı istifadə etmək mənim üçün çox həm əyləncəli, həm də faydalıdır. Çox sağ olun. Mən də hər birinizə təşəkkür edirəm bu sayğıya görə, dəyər verdiyinizə görə. Ümumiyyətlə, layihə ilə bağlı onu deyə bilərəm ki, çox gözəl bir layihədir həqiqətən. Mən artıq bir ildən çoxdur ki, istifadəçisiyəm bu velosipedlərin, narıncı velosipedlərin. Yəni deyə bilərəm ki, məsəl üçün yolda tıxaclarda adama kömək olur. Yəni ki, müəyyən qədər məsələn işə ləngisəm, getməkdə çətinlik çəksəm, yəni bu narıncı velosipedlər çox yardımcı olur həqiqətən. Ona görə də